Salam əziz şagirdlər, gəlin Arzə ailəsinə baxaq. Deməli, Arzə ailəsi nədir? Yəni, bunların formalarına baxaq. Burada əl yazısı ilə yazmışam uşaqlar. Gəlin birlikdə baxaq necə. Məsələn, Arzə plus sayılan cəmsim gəlir. Yəni, Arzədən sonra bilirsiniz ki, sayılan cəmsim gəlir. Sayılan cəmsim gəlsə, xəbər təbii ki də cəm gətirəcək. Arzədən sonra sayılmayan isim gəlirsə, təbii ki də xəbəri tək gətirəcək. Tərcüməsi nə olacaq? Başqa və digər deməkdir. Arzədən sonra sayılan tək isim də gələ bilir, sayılan cəm də gələ bilir, sayılmayan isim də gələ bilir. Məsələn, deyirəm ki, I have two markers. Mənim 2 markerim var. One of them is blue, the other is red. Onlardan biri mavidir, digəri, deməli 2 dənəsindən birini vurguladıq, yerdə qalır həmin digəri. Yəni ona görə də the other is red. Yəni burada müəyyəndir, əvvəl çəkildi, adı çəkilib deyə, burada müəyyən artiklı ilə veririk. Ona görə də the other qalır. Another plus sayılan tək isim gəlir həmişə. Another özündən sonra sayılan cəm ismi necə alır? Əgər another'dən sonra əgər miqdar bildirən say 3 olsun və yaxud da ki fi olsun, yəni sam olsun, kəmiyyət bildirən sözlər, rəqəmlər birdən artıq varsa, plus cəmsim gələ bilər. Tutaq ki, deyirəm ki, this village is very nice. Bu kənd çox gözəldir. I want to stay another 2 days. Yəni mən deyir, bu kənddə daha 3 gündə, əlavə 3 gündə qalmaq istəyirəm. Another plus əgər miqdar sayı gəlirsə, özündən sonra cəm isim alırsa və yaxud da kəmiyyət bildirən sözlər gəlib, özündən sonra cəm isim alırsa, bu zaman əlavə, daha mənasını ifadə edir, mənasını verir. Another'dan sonra cəm isim gəlməz və yaxud da sayılmayan isim gəlməz dedik. Another book varsa, xəbərimiz təbii ki də tək olacaq. Azərs nədir? Ümumidir. Uşaqlar, ümumi deyəndə yəni müəyyən deyil. Cümlədə işlənən deməli insanlar və yaxud da əşyalar ümumi götürülmür. Z varsa ümumi deyil də xüsusi olur. Deməli bu ikisinin tərcüməsi başqaları digərlər deməkdir. Tutaq ki deyir ki, I have 50 students. Mənim 50 şagirdim var. 5 of them are lazy. But the others are brainy. Deyir ki, onlardan 5'i tənbəldir, lakin digərləri isə savadlıdırlar. Deməli, burada digərləri 50-dən 5 çıxanı nə qalır? 45'i. Deməli, həmin 45'in adı çəkilibdir deyə zəazərs oldu. Yəni, burada müəyyənlərdən danışıldı. Ona görə zəazərs oldu, azərs olmaz. Keçək digərinə. Yenə baxaq. Azə özü başqa fərqli deməkdir. Yəni, yaxud da ki, əlavə digər deməkdir. Azə özündən sonra sayılmayan tək və yaxud da sayılan cəm isim alır. Amma sayılan tək isim də alır. İndi onda baxacağıq. I can't meet you today. Mən səninlə bugün görüşə bilmirəm. I have other plans. Baxın, sayılan cəm isim. Yəni, mənim başqa planlarım var, deyir. Do you have any other kinds of coffee? Sən deyir, heç başqa növ kofe, yəni almısan mı? Başqa növ kofe içmisən mi daha doğrusu? I would like to travel other cities. Mən deyir, başqa deyir şəhərlərə də səyahət etmək istəyərdim. Sonra, Azədən sonra sayılmayan isim, sayılan cəm isimi dedik, vurguladıq. What other books have you read so far? Sən indiyə kimi deyir, başqa plus cəm isim kitablar oxumusan mı? Hansı kitablar oxumusan? What other countries have you been to besides Japan? Sən deyir, Yaponiya ilə yanaşı başqa hansı ölkələrdə olmusan deyir. Do you know other people who speak Russian and Arabic? Sən deyir, başqa insanlar tanıyırsanmı ki, hansı ki Rus və Ərəb dillərində deyir, danışsınlar. Azə plus sayılan tək isim də var təbii ki də uşaqlar. Burada təyin edicilər işlənməlidir. Diqqət yetirək. Təyin edicilər nədir? Artikellər ola bilər, pozitiv case'lər ola bilər, my, your, his və yaxud da ki insan adı apostrof S-lə, yəni yəliyə düşmə. Çünki pozitiv case'ləri yəlik formalardır da, bunlar da bilirsiniz. Kəmiyyət bildirən sözlər olsun, yəni və yaxud da ki sayılmayan ola bilər. In a little, what və s. Yəni what'dan sonra da gələ bilir. No olsun, ondan sonra da və yaxud da rəqəm olsun gələ bilir. Deməli, this book is good.
Bu kitab yaxşıdır. Lakin mənim başqa kitabım fantastikdir deyir. Deməli, başqa birini vurğulayırsa burada determine gəldi. Görürsünüz, gəlik əvəzliyinə ifadə olunubdur. I don't want to read any other book. Mən deyir, hər hansı bir başqa kitab oxumaq istəmirəm. Gördünüzmü, inkar cümlədə deyə any ilə gəlibdir. Deməli, əgər Azənin qarşısında təyin edicilərdən biri iştirak edərsə, özündən sonra sayıla bilən tək isim ala bilir. Amma qayda bayaq nə dedik? Azə plus sayılan cəm, bir də sayılmayan gəlir. Amma dedik determine olursa sayılan tək də gələ bilir. Bunu unutmayın. No'dan sonra işlənə bilir. No as a student could pass the exam. Deyir ki, başqa heç bir şagird imtahanı keçə bilmədi. No'dan sonra azər, any'dən sonra azə ola bilir. Sonra bayaq nə dedik? What'dan sonra azə ola bilir və yaxud da bunlardan sonra azə ola bilir. Ziyazə nədir? Öncədən adı çəkilən, mütləq adı çəkilməlidir. Müəyyənlik artiklıdır təbii ki də. Ona görə də öncədən adı çəkilən bəlli olan iki şəxs, əşya və yaxud da qrupun ikincisi vurğulanırsa, onda biz ziyazədən istifadə edirik. Ziyazə plus sayıla bilən tək, cəm və yaxud da sayılmayan isim gələ bilir. Put the chair at the other end of the table. Deyir ki, stolun sonundakı digər stolu qoy. Yəni, həmin o axırdakı stolu qoy deyir. This phone is cheaper than the other one. Bu telefon digər birindən daha ucuzdur. This book is good. Bu kitab yaxşıdır. But the other books are great. Lakin deyir, həmin digər kitabları isə əladır. Close one hand and then the other. Deyir ki, bir əlini bağla, sonra digərini deyir. Deməli, görürsünüz, ziyazədən sonra isim gəlməyə də bilir. Yəni, cümlədə işlənmə funksiyalarına, yerlərinə baxmalısınız. I had two books. Mənim 2 kitabım var. I found one. Birini tapmışam. But I couldn't find the other. Lakin digərini tapa bilməmişdim. Nə oldu? Ziyazə. Deməli, burada ismi ixtisar etdik. Ənazəyə baxırıq. Ənazədən sonra sayılan cəmsim gələ bilir. Bayaq vurğuladım. Yenə də deyək. Özündən sonra cəmsim yalnız miqdar bildirən söz və yaxud da ki, say işləndiyi zaman işlənə bilər. Another 3 weeks, daha 3 həftə və yaxud da couple of days. Another couple of days, couple cüt deməkdir, daha 2 gün, əlavə 2 gün deməkdir. 5 hours da daha 5 saat və s. I have another 5 students to organize a party. Deyir ki, mən bu partini təşkil etmək üçün daha 5 şagirdə ehtiyacım var. I need another few days to finish the report. Mən deyir, bu məruzəni bitirmək üçün deyir, daha bir neçə günə ehtiyacım var. They just move it from one room to another. Qonaqlar bir otaqdan digərinə keçdilər. Deməli, baxın, ənazədən sonra isim sayılmaya da bilir, isim yazılmaya da bilir. Amma ki, burada cümlənin iştirakına baxırıq. Yəni, burada vanı yazıbdır deyə, digər ənazə vanı burada ixtisara salıbdır. Yəni, otaq sözünü ixtisara salıbdır, belə deyək. Yəni, burada quruluş nədir? One another quruluşu. Ziyazərsi nədir? Başqaları deməkdir. Yəni, özündən sonra isim gəlməz. Özü ismi yerində işlənir, uşaqlar. Ziyazərsi, deməli, Z-yi əvəz edir. Həmin deməkdir. Yəni, həmin onlar kimi düşünün. There are 6 tourists. Deyir ki, o 6 turist var. One of them speaks Spanish. Onların biri, 6 dənəsinin biri deyir. Biri İspanca danışır. Lakin digərləri İngiliscə danışır. Deməli, 6-sının da adı çəkilibdir. Birini çıxdıq, qalır 5-i. Digər həmin 5-i də bunun içində gedir. Ona görə Z ilə veririk. Çünki niyə? Müəyyən şəxslərdir ki, İngiliscə danışırlar. Sonra digərinə baxırıq. There are 3 colors of the Azerbaijan flag. Deyir ki, Azərbaycanın 3 rəngli bayrağı var. One is blue. Biri mavidir. Digər rəngləri isə qırmızı və yaşıldır. Birini 3 dənəsini vurğuladıq. Biri vurğulanandan sonra yerdə qalır ikisi. Həmin ikisi də müəyyən olduğuna görə Azərs deyilir və xəbəri cəmdə gətiririk. He has 5 brothers and only one of them is uneducated, but the others are well educated. Onun deyir 5 qardaşı var. Onlardan yalnız biridir təhsilsizdir. Lakin deyir digərləri isə yaxşı təhsillidirlər. 5 qardaşdan birini vurğuladıq. Sonra yerdə qalır 4'ü. 4'ü də həmin 4'ündən danışılır deyə ona görə də Azərs oldu. Deməli, uşaqlar, korrekt formalar var. Diqqətli baxırıq. Incorrect nə deməkdir? Yəni səhv. As a book
deməli yoxdur deyəndə burada mütləq təyin edici olmalıdır. Təyin edici bir dənə mayı yaza bilərəm. Samı yaza bilərəm. Yəni azədən sonra deməli onda sayılan tək isim gələ bilər. Ənazədən sonra sayılmayan gəlmir. Ənazədən sonra cəm gəlmir. Azərsdən sonra cəm isim gəlmir, çünki azərsəli cəm ismi yerindədir. Azərsdə özündən sonra isim gəlmir, çünki həmin müəyyən digərlərindən söhbət gedir. Ona görə gəlmir. Tutaq ki, azə fruit, azə books or my azə book. Baxın, maydan sonra gəldi azə plus sayılan tək isim. Yəni azədən sonra sayılmayan da gələ bilir, azədən sonra sayılan cəm də gələ bilir. Diqqətli olun. Azə book doğrudur. Another book sonra. Another plus few və yaxud da 10 books da ola bilir. Çünki another dedik, özündən sonra kəmiyyət bildirən söz və yaxud da ki say alırsa, özündən sonra cəmi gətirə bilir. Azərsdən sonra isim gəlməz. Azərsdən sonra da isim gəlməz. Bunlar da hamısını bildik. Azərs nə deməkdir? Başqaları digərləri oldu. Azərsdən sonra isim gəlmir. Uşaqlar, özü isim kimi çıxış edir, bunu bilirsiniz. Sadəcə azərs başqa müəyyən başqalarından söhbət gedir. Azərs isə qeyri-müəyyəndir. Yəni baxaq, some people like fruit, others like vegetables. Bəzi insanlar meyvə xoşlayır, bəziləri isə tərəvəz xoşlayır. Deməli burada hansı insanlardan danışıldığı və yaxud da hansı bölgədə yaşayan insanlardan danışıldığı məlum deyil deyə burada zeyni verə bilmərik uşaqlar. Niyə? Çünki burada müəyyən şəxslərdən söhbət getmir. Ümumiyyətlə dünyadakı insanlardan danışılır. Yəni bəzi dünyadakı insanlar meyvə xoşlayır, digərləri isə tərəvəz xoşlayır. Ona görə burada diqqətli olun həmişə. Burada əgər zaman deyil də yer mənasını bildirən isim olarsa, some people like fruit in our village desəydik, bizim kəndimizdəki bəzi insanlar desəydi, orada yerdə qalanları isə zeynə verə bilərdik. Çünki yer zərfi yoxdursa, müəyyən isimdən söhbət getmir. Some cars are much more expensive than others. Deyir ki, bəzi maşınlar digərlərindən çox baha olur, daha çox bahalı olur. Burada da müəyyən maşınlardan söhbət getmir, ümumiyyətlə danışılır. Baxın bir də məsəl üçün icazə bir-birinə deməkdir. We must help each other. Biz bir-birimizə kömək edirik. One another bir-birlərinə deməkdir. The students help one another. Şagirdlər bir-birlərinə kömək edirlər. Deməli, icazə ikilik var. One another 3 və daha artıq var. Each others plus isim gəlir uşaqlar. Məsəl üçün bir-birinin deməkdir. They use each others clothes. Onlar bir-birinin paltarlarını istifadə edirlər. One another isə bir-birlərinin 3-dən artıq şəxsdən istifadə olunur. The children wear one another's clothes. Deyir ki, uşaqlar bir-birlərinin paltarlarını geyinirlər. Azəzən nə deməkdir? Dan başqa, dən başqa. Azəzən, zət. He plays football. Yəni deyir ki, ondan başqa, yəni digərindən başqa deyir, o futbol oynayır. Və yaxud da onca azəhən digər tərəfdən deməkdir. Digər tərəfdən də deyir, o işə gecikmişdi. One after another bir-birinin ardınca deməkdir. Bunlar biraz sizə çətin gələ bilər, amma müəllimə yenə də izahını verirəm, birdən qarşınıza çıxa bilər. They left the room one after another. Deyir ki, onlar otağı bir-birinin ardınca tərk etdilər. Otherwise, exactly də deməkdir. He has to study harder, otherwise he will fail the exam. Əks təqdirdə deyir ki, o daha səylə çalışmalıdır. Əks təqdirdə o imtahandan uğursuz olacaq deyir. Has to modal feildir. İnşallah modal feil keçəndə daha yaxşı biləcəksiniz. One way or the other. Bu və ya digər şəkildə. One way or the other, I will do this. Bu və ya digər şəkildədir. Mən bunu edəcəyəm. The other day bir neçə gün əvvəl deməkdir. I saw them the other day. Keçmiş zamanda. Baxın, C'nin keçmişi so. Mən deyir, onu bir neçə gün əvvəl mən onları görmüşdüm deyir. In other words isə başqa sözlə deməkdir. In other words, the life is so hard here. Başqa sözlə də deyir, burada həyat olduqca çətindir. Vəssalam, yaxşı öyrənərsiniz.